Yox, belə iş olar. Burada biz gələk deyək, sən çıxart, biz yığaq. Söz bir dəfə danışırlar, bir dəfə deyirlər də sizə. Gedin yarmarkada satın da. Sən bir şəhərin ortasında görək satmaqda səninlə. Xahiş edirəm, mühasibə görək. Qoy götürsünlər. Bir də burada sənin malın olsa, mən sənə deyirəm, axırıncı dəfə deyirəm. Mən də sənə bir də gəlib söz yeməyəcəm. Sənin malın yenə müsadir olunacaq. Söz götürməyi xoşlamırsansa, mənim oğlum, mənim bacım oğlum, mənim gözəl qardaşım, yığma. Qardaşım, bu toyuqlar, selebris toyuqlar, selebris. Zamanında kənd çox hasadına satılsın. Yarmarkada təmin edir. Maldan 2 yeşiyə vurmalar, onu 1 yeşiyə də. Yox, eləyəlim. Kömək belə gezir. İçəridə bu uşaqlar versin. Bazar var, yarmarka var. Sizin oradan istifadə edin. Sumqayıtda küçə ticarətinə qarşı reydlər davam etdirilir. Sumqayıt şəhər İcra Hakimiyyətinin, Memarlıq və Şəhər Salma İdarəsinin, Bələdiyyənin, Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin və Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları şəhərin müxtəlif küçə və prospektlərində qanunsuz küçə ticarəti ilə məşğul olan sahibkarlarla söhbətlər aparıblar. Qeyd edək ki, Sumqayıt şəhərində qanunsuz ticarət hallarına qarşı mübarizə tədbirləri çərçivəsində Sumqayıt şəhər İcra Hakimiyyəti və aidiyyatı qurumların birgə iştirakı ilə qabaqlayıcı tədbirlər həyata keçirilir. Səkiləri zəbt edərək piyadaların hərəkətinə mane olan, küçələrdə antisanitar vəziyyət yaradaraq pərakəndə ticarətlə məşğul olan satıcılarla izahat xarakterli söhbətlər aparılır. Yalnız xüsusi ayrılmış yerlərdə ticarətlə məşğul olmaları onların diqqətinə çatdırılır. Şəmistdan Fikrətli Elbrus İsmailov, bugün informasiya proqramı üçün.